Hamıya salam, mənim adım Heydərdir, mən Aslıyam. Mənim də ağır narkotikdən 9 il əziyyət çəkmişəm. Bugünkü gün 1 il 7 ayda ayığam, təmizəm. İlk növbədə Allaha minnətdaram. Sonra Qurtuluş Reabilitasiya Mərkəzinə minnətdaram ki, həqiqətən yəni bugünkü gün onların sayəsində ayıq və təmiz həyat yaşayıram. Hamıya salam, mənim adım Vidadıdır. Mən də uzun müddət alkoqol və narkotik istifadəsinə əziyyət çəkmişəm. Qurtuluş Reabilitasiya Mərkəzində müalicə almışam. 1 ildir ki, ayıq və təmiz həyat yaşayıram. Hamıya salam, mənim adım Elşaddır. Keçmiş narkotik istifadəçisi olmuşam. Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. 8 ay ayaqlığım var. Hələ də bu sferada fəaliyyət göstərirəm. 8 ay ayıq və təmiz həyat yaşayıram. Salam, mənim adım Fəqandır. Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Hal-hazırda da burada işləyirəm. 2 ildir ki, ayağam. Hamıya salam, mən Aslı. Mən narkotik istifadəsinə əziyyət çəkmişəm 6 il. Mən Qurtuluş Reabilitasiya Mərkəzində gəlib sağalmışam. Bugünkü gün Qurtuluş Reabilitasiya Mərkəzinin sayəsində 18 aydır ki, ayıq və təmiz yaşayıram. Bugünkü gün Allahıma, aləmə və reabilitasiya mərkəzində olan qardaşlarıma minnətdaram. Sağ olun. Hamıya salam, mənim adım Qadirdir. Mən Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Bugün 1 il aylığım var. Qurtuluş Reabilitasiya Mərkəzində konsultant işləyirəm. Allah həmd olsun ki 19 aydır ki qardaş, yəni ayığam. Heç istifadə eləmirəm, işimdəyəm, gücümdəyəm, gördüyünüz kimi. Allah həmd olsun. Qurtuluş Reabilitasiya Mərkəzini bitirmişəm. Bitirəndən sonra iş veriblər, işləmişəm, özümü dirçəlmişəm, təcrübəm artıb, atılmışam həyata. Sizə də böyük minnətdarlığım var. Salam aleykum, mənim adım Caviddir. Mən Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. 17 ayda ayıram turizm və burada da çalışıram. Hamıya salam, adım Mahmuddur. Qurtuluş Reabilitasiya Mərkəzini bitirmişəm. 2 il 4 aydır ki, ayıq və təmiz həyat yaşayıram. Buradan Qurtuluşun personalına aqromlu salamlar, dərin minnətdarımı bildirmək istəyirəm. Sağ olun, var olun. Salam aleykum, mənim adım Qurbandır. Mən uzun müddət asıllıq xəstəliyinin bütün simptomlarından demək olar ki, əziyyət çəkmişəm. Allah həmd olsun ki, Qurtuluş Reabilitasiya Mərkəzinin sayəsində 2 il 3 aydır ki, ayığam, təmizəm, gözəl həyat yaşayıram və buna görə də üzərimdə əziyyət olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Hamıya salam, mənim adım Orxandır. Mən Qurtuluş Reabilitasiya Mərkəzində kursu tam başa vurmuşam. Bugünkü gün 1 il 8 aydır ki, ayığam, təmizəm və orada da çalışıram. Adım Anardır. Bakı şəhərində yaşayıram. Deməli, mən 20 ildən çox narkotikdən əziyyət çəkmişəm. Yəni, həyatımda demək olar ki, hər bir şey tətbiq eləmişəm. Detokslar, məşqlar, sır. Yəni, hər bir şey, metadon suyu, hər bir şeydən çıxmışam. Amma heç bir nəticə olmuyor. Mən də 2 il yarım bundan qabağa Qurtuluş Reabilitasiya Mərkəzinə gəlmişəm. Başlamışam orada sağalmağa. Mənə deyilənləri hər bir şeyə əməl eləmişəm. Hal-hazırda 2 ayda ayığam və Qurtuluş Reabilitasiya Mərkəzinə minnətdaram. Hamıya salam, mənim adım Zaurdur. Mən də keçmiş narkotik istifadəçisi olmuşam. Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. 9 ay ayaqlığım var, bu sferada fəaliyyət göstərirəm. Hamıya salam, mənim adım Elsəvərdir. Mən də keçmiş narkotik istifadəçisi olmuşam. Uzun illər narkotiklə əziyyət çəkmişəm. Bugünkü gündə Qurtuluş Reabilitasiya Mərkəzində müalicə almışam və Ceyhun müəllimin sayəsində, rəhbərimiz, direktorumuz Ceyhun müəllimin sayəsində 1 illik ayığam, təmiz həyat yaşayıram. Salam, mənim adım Məciddir. Qurtuluş Reabilitasiya Mərkəzində pasiyent olmuşam, 13 aylığım var. Haldır, mən köhnə narkotik istifadəçisi olmuşam. Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Hal-hazırda Qurtuluş Reabilitasiya Mərkəzində fəaliyyət göstərirəm. Ayıqlığım da 12 aydır, ayıq və təmiz həyat yaşayıram. Salam əleykum, mənim adım Miriri. Mən də narkotiklə vaxtı ikən çox əziyyət çəkmişəm. 22 istifadəm olub.
Mən Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Göydə Allaha minnətdaram. Yerdə də ailəmə və Reabilitasiya Mərkəzinin rəhbər heyətinə, konsultantlarına minnətdarlığım var. Mən bir gün ayıq qalmayan insan, bugünkü gündə Qurtuluş Reabilitasiya Mərkəzinin sayəsində 2 ildir ayığam. Minnətdarlığım var. Yeganə çıxış yolu Reabilitasiya Mərkəzidir. Qurtuluş Reabilitasiya Mərkəzi. Çox sağ olun. Hamıya salam, mənim adım Rövşəndir. 21 ildən artıq narkotik istifadə eləmişəm. Reabilitasiyanın sayəsində, reabilitasiyanın köməkliyi ilə artıq 4 ildən çoxdur ki, ayıq və təmiz həyat yaşayıram. Hamıya salam, adım Nicatdır. 30 yaşım var, Bakı şəhərində anadan olmuşam və hal-hazırda burada yaşayıram. 13 il qumar oyunlarından, iqramaniyadan əziyyət çəkmişəm və Qurtuluş Reabilitasiya Mərkəzinə müraciət etmişəm. Tam kursu bitirdikdən sonra bugünkü gün 13 aydır ki, ayıq, təmiz, xoşbəxt həyat yaşayıram. Heç bir spirtli içki, narkotik maddə və qumar oyunları oynamıram. Əziyyəti keçən hər bir gecədə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mənim adım Dadaşdır və mən Qurtuluş Reabilitasiya Mərkəzində sağalmışam. Bugünkü gün isə 25 ayda ayığam. Hamıya salam qardaşlar. Mənim adım Nihatdır, mən Aslıyam. 25 yaşım var, Qurtuluş Reabilitasiya Mərkəzində müalicə almışam. 2 ilə yaxın 12 addım proqramını tanıyıram və hal-hazırda da mərkəzdə fəaliyyət göstərirəm. Bütün nəfsi ilə cihadda olan anonim qardaşlarıma dəstəyi var. Sağ olun. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.